أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم والحمد لله رب العالمين وصلى الله على محمد وآل محمد الأئمة والمهديين وسلم تسليما. السلام عليكم ورحمة الله وبركاته. Bugün danışacağımız çox maraqlı bir mövzumuz var və əslində bu əvvəlki mühazirə ilə müəyyən qədər bağlıdır. Hətta bunu onun ikinci hissəsi də hesab etmək olar. Mövzumuz reallığın arxasında duran Matrix, yaxud maşın haqqındadır. Yəni bu, görünən aləmin arxasında işləyən sistem. İndi biz bilirik ki, dinlər İbrahimi dinlər və əslində bütün dinlər bir neçə əsas suala cavab vermək üçün mövcuddur. Onlardan biri budur. Mən necə qurtuluşa çata bilərəm? Mən necə bilim ki, öldükdən sonra pis bir yerə deyil, yaxşı bir yerə gedəcəyim? Onlar eyni zamanda bu suala da cavab verməyə çalışırlar. Biz niyə buradayıq? Necə gəldiyimizi bilmədiyimiz bu yerdə niyə sıxılıb qalmışıq? Bunun nə olduğunu bilmirik. Bu reallıq nədir? Bu məkan nədir? Bunun məqsədi nədir? Bugün məhz bunlar haqqında danışmağa çalışacağıq. Bu reallıq nədir? Bizim varlığımızın məqsədi nədir? Of our existence. And why are we alive? Və Muhammed və Ali Muhammedə görə biz niyə yaşayırıq və niyə buradayıq? Yaxşı, biz bilirik ki, Həftüş Şərifdə bu sistemin təsviri verilir. Əslində bu, dövrlərlə işləyən bir maşın kimi təsvir olunur. Əvvəlki mühazirədə gördüyünüz kimi bu sistem özünü təkrar edir. Adəmdən sonra Adəm, sonra yenə Adəm, sonra yenə Adəm. Onun içində təkrar-təkrar görünən fiqurlar və obrazlar var. Sanki insanların dönə-dönə oynadığı bir film, bir video oyununa bənzəyir. Və hər dövrün içində bir Adəm, bir Nuh, bir İbrahim, bir Musa, bir İsa və bir Muhammed var. Hər dövrün sonunda bir hökm də olur. Və əvvəlki mühazirədən bildiyimiz kimi, ruhlar da bu sistemdən keçməlidirlər. Görünür, buradan qaçış yoxdur. Hər bir ruh bu yerdən keçməlidir. Biz demişdik ki, uğur qazananlar isə mələyə çevrilirlər. Uğursuz olanlara gəlincə isə, onlar sonda heyvanlara və şeytanlara çevrilirlər. Həftüş Şərif öyrədir ki, hər bir insanın 21 inkarnasiyası var. Yaxşı, gəlin buna izah verən xırda bir mətnə baxaq. Müfəssəl İbn Ömər dedi, mən ağam Cəfər Sadiq əleyhissalamdan soruşdum. Möminin öz dərəcəsinə yüksəlməsi, nəhayət kamil olub səmaya qalxması və yenidən yerə enməsi nə qədər vaxt aparır? O buyurdu, 21 inkarnasiya. He said in 21 incarnations. Yəni insanın kamilləşməsi üçün 21 inkarnasiya lazımdır. Mən dedim, ey ağam, bir inkarnasiya neçə il çəkir? O buyurdu, 1077 il. Mömin bu müddət ərzində 21 inkarnasiyadan keçir. Bunun mənası budur ki, bu illərin hər 100 ilində 2 inkarnasiya var. Çünki əgər bir inkarnasiya 50 ildən artıq olsa, birinci inkarnasiyada 50 ildən artıq olan qədər müddət, ikinci inkarnasiyada onun ömründən çıxılır. Əgər o birinci inkarnasiyasında 50 yaşdan az yaşasa, ikinci inkarnasiyada onun ömrü artırılır. Yəni birinci inkarnasiyada 50 ildən nə qədər azalıbsa, həmin qədər müddət ikinci inkarnasiyaya əlavə olunur. Bu hesabla ümumilikdə 1077 il və 7 saat ərzində 21 inkarnasiya tamamlanır. Until there are 21 incarnations in the length span of 1077 years and 7 hours. Həftüş Şərifdə bu məsələ çox dəqiq şəkildə bəyan olunur. Bəs bu rəvayətə əsasən mexanizm necə işləyir? İmam Sadiq əleyhissalam buyurur ki, möminə 21 insani inkarnasiya verilir. Kafirə də 21 insani inkarnasiya verilir. Lakin əgər o sonda uğursuz olsa, ki kafir uğursuz olur, onda onun üçün məsk halında, yəni başqa formalarda, bəlkə də saysız hesabsız inkarnasiyalar ola bilər. Deməli, biz 21 inkarnasiya haqqında danışanda söhbət insani inkarnasiyalardan gedir.
Heyvan şəklində olan inkarnasiyalar bu hesaba daxil deyil. Onlar bu zaman çərçivəsinin içində sayılmır. Bəzi inkarnasiyalar 50 ildən artıq çəkir, bəziləri isə ondan az olur. Amma sonda ümumi nəticə budur ki, insan 1077 il insan olaraq yaşamış olur. Bu nə deməkdir? Əgər hər inkarnasiya 50 il olsa, yaxud təxminən 50 il olsa, İmam Sadiq əleyhissalam burada danışarkən təxmini olaraq 50 ili nəzərdə tutur. Çünki 1077-ni 21 inkarnasiyaya bölsən, görərsən ki, nəticədə əslində təxminən 51.28 il edir. Yəni bu onun danışıq tərzidir, izah etmək üsuludur. Beləliklə İmam Sadiq əleyhissalam nə buyurur? Buyurur ki, əgər bir şəxsə 50 il verilibsə, amma o 31 yaşında vəfat edirsə, deməli onun hələ 20 ili qalır. O halda onun növbəti inkarnasiyası 50 il yox, 70 il olacaq. Bəs bütün insanlar 21 inkarnasiyaya sahib olur? Bu sanki hiləli bir sual kimidir. Çünki elə görünə bilər ki, bayaq dedik hamısı olur. Amma əslində inkarnasiyaların sayı dəyişir. Hamıya 21 inkarnasiya verilməz. Lakin sən yenə də 21 inkarnasiya yaşamış olarsan. Bu necə olur? Mən dedim, ey ağam, bir insan 120 il yaşaya bilər, hətta bəlkə bundan da artıq yaşayar. İmam Sadiq əleyhissalam bunu izah edərək buyurdu. Bu da belədir. Çünki ola bilər ki, o ilk inkarnasiyasında məhz bu saatda, yaxud bu gün ölsün, ola bilər ki, onun 2 inkarnasiyası olsun və onların hər birində 1 il, hətta 1 ildən də az yaşasın. 100 ildən artıq olan hər nə varsa, ondan 2 inkarnasiya azaldılır. Yəni, məsələ budur ki, sən bir ömür içində 2 inkarnasiya yaşaya bilərsən. Deməli, bu həmin 50 ildə olan azalma və ya artımla bağlıdır. Amma 21 inkarnasiyaya gəlincə, onlar ümumilikdə 1077 il və 7 saatı keçmir. Yəni, heç kəs bu ümumi həddi aşa bilməz. Hamı üçün ümumi toplam eynidir. Hər kəs yer üzündə 1077 il yaşayır. Amma ola bilər ki, sən 21 dəfə doğulmayasan. Bu isə maraqlıdır. Əslində bu, İmam Əhməd Əl-Həsən əleyhissalamın əvvəl buyurduğu sözlə də uyğun gəlir. Çünki o, məsələn, Həvva haqqında buyurmuşdu ki, onun cəmi 2 inkarnasiyası olmuşdur. Biri, indi sahib olduğu inkarnasiya, digəri isə Adəm və Həvvanın zamanında olduğu inkarnasiya. Yəni, bu, onun yalnız ikinci inkarnasiyasıdır. Elə deyilmi? Lakin biz yaradılış kitabına və İslami hədislərə baxdıqda, orada Adəmin ömrü təxminən 930 il olaraq göstərilir. Həvvanın ömrü də təxminən eyni uzunluqda göstərilir. Belə olduqda 1077-dən 930-u çıxanda demək olur ki, onun 147 ili qalır. Deməli, açıq şəkildə görünür ki, o, bir inkarnasiyanın içində bir neçə inkarnasiya yaşamışdır. Çünki 100 ildən artıq olan hər inkarnasiya 2 inkarnasiya kimi sayılır. Buna görə də 936 il təxminən 19 inkarnasiya kimi hesablanmış olardı. Yaxşı, deməli zaman baxımından hamı bərabərdir. Burada bunu başa düşməyimiz çox vacibdir. Çünki bu Allah Subhanahu və Taala'nın ədalətini göstərir. Həm də bu matriksin yaxud bu sistemin içində olan ilahi nizamı göstərir. Hər bir ruh yer üzündə insani inkarnasiyalar içində eyni qədər zaman alır. İnkarnasiyaların sayı fərqli ola bilər, amma ümumi zaman eynidir. Sonra isə bu inkarnasiyaların ardınca hökm gəlir. Yaxşı, indi isə keçən mühazirədən sonra Süleyman qardaşım mənə verdiyi bir sual var idi. O dedi, bəs insanlar dövrlər arasında inkarnasiya edirlər? Yəni, ola bilərmi ki, biz burada yaşayaq, amma aramızda bizimlə birlikdə yaşayan bəzi insanlar əslində ikinci dövrdən və ya üçüncü dövrdən ya da dördüncü dövrdən olsunlar? Yaxşı, gəlin bəzi dəlillərə baxaq və görək. Həftüş Şərifdə olan bu rəvayətdə deyilir ki, Muhammed İbn Sinan belə dedi: Elə bir quş yoxdur ki, uçsun, amma onun anası, atası və əmisi olmasın. İlk baxışda bu sadə bir cümlə kimi görünür, amma əslində çox dərin bir sözdür. Burada deyilən budur ki, yaradılmış elə bir quş və ya milçək yoxdur ki, o varlıq əvvəl insan olmuş olmasın və insan olduğu zaman da onun anası, atası və əmisi olmasın. Okay? Except that this bird and fly used to have as a human being, right, a mother and a father and an uncle.
Sonra Əbəlhəsən evində işləyən bir dülgərə tərəf dönüb dedi: "Oradakı o dülgəri görürsən? O birinci dövrdə bir xoruz idi. Bu gün isə dülgərdir." Yəni açıq şəkildə belə görünür ki, bu mümkündür. Amma gəlin daha çox dəlilə baxaq. Həftü Şərifin başqa bir hissəsində müfəssəl dedi: "Ey ağam, Hüseyn əleyhissalamın səhabələri Cəbraili görürdülər." O buyurdu: "Bəli. Onlar Mikaili və İsrafili də görürdülər." Bu mühüm bir nöqtədir, çünki biz bilirik ki, Cəbrail birinci dövrdəndir, Mikail isə ikinci dövrdəndir. "Mən onları görürəm, sən də onları görürsən." Müfəssəl dedi: "Ey ağam, mən Cəbraili, İsrafili və Mikaili görürəm." O buyurdu: "Bəli." Mən dedim: "Ey ağam, bir surətdə yoxsa müxtəlif surətlərdə?" O buyurdu: "Xeyr, bizim surətimizdə." Müfəssəl dedi: "Ey ağam, mən Cəbraili nə vaxt görmüşəm?" O buyurdu: "Sən onu bu gün görmüsən." Müfəssəl dedi: "Harada?" O buyurdu: "Bizim bu evimizdə." Müfəssəl dedi: "Nə vaxt?" İmam Sadiq əleyhissalam buyurdu: "Elə bu saatda. İstəyirsən səninlə danışsın?" O dedi: "Allaha and olsun ki, istəyirəm." O buyurdu: "Ey Əbülxattab, sən Cəbrailsən?" Əbülxattab cavab verib dedi: "Allaha and olsun, mən Cəbrailəm." Allaha and olsun, Hüseyn əleyhissalam tərəfindən lənətlik Ömər ibn Səədə göndərilən də mən idim. Onunla danışan və üzünü cəhənnəmə itələyən də mən idim. O və onun bütün səhabələrini, onları onun əmri ilə cəzalandırmağa məsul olan da mənəm. Mən birinci Adəmin də səhabəsiyəm. O mənə yaradılış üzərinə bir nida çəkməyi əmr etdi. Mən də onları parçaladım, zəncirlərlə və qandallarla bağladım. Mən Nuhun da səhabəsiyəm. O öz qövmünü Allaha və onun təkliyinə ibadətə çağırdı. Lakin onlar qəbul etmədilər. Mən də onları tufanla yarıb keçdim. Mən İbrahimin də səhabəsiyəm. O zaman ki, onu təkzib etdilər və oda atdılar. Allaha and olsun, mən onunla birlikdə idim və odun istisindən nə mənə, nə də ona bir şey toxundu. Mən Danyalın əhd sandığının və suhufun da səhabəsiyəm. Allaha and olsun, onu öz əlimlə və öz yazımla mən yazdım. Mən heç vaxt onun ilahlığına şəkk etmədim və indi də şəkk etmirəm. Mən Musanın, İsa'nın və Muhammed Peyğəmbərin səhabəsiyəm. Muhammed sallallahu aleyhi və aleyhi və səlləm. Mən Əbülxəttabam, Xeyrin atasıyam. Lut qövmünə o nidanı çəkən və onları məhv edən də mən idim. Hər əsrdə və hər zamanda müxtəlif surətlərdə və müxtəlif adlar altında hər bir imamın hüzurunda olan mənəm. Qaimin də hüzurunda mən varam. Onun qılıncı ilə zalimların üzərinə zərbə endirən mənəm. O mənə əmr edir, mən də ona itaət edirəm. Mən Rəbbimin əmri ilə həyat verirəm, öldürürəm və ruziləri bölüşdürürəm. Yaxşı, bəs bu niyə vacib idi? Bu ona görə vacib idi ki, burada o özünü açıq şəkildə tanıdır. O birinci dövrdən olan bir mələkdir, amma özünü Əbülxəttab olaraq tanıdır. O özünü Əbülxəttab kimi tanıdıqda, bu o deməkdir ki, o dünyaya gəlmiş bir şəxs olub. Çünki Əbülxəttab doğulmuş bir səhabə idi. Onun ata-anası var idi. Biz bunu bilirik. O adi bir həyat yaşamışdı. Deməli, o həqiqətən də inkarnasiya edirdi. Yəni, o birinci əsrdə yaşamış birinin 7-ci dövrdəki inkarnasiyası idi. Yaxud başqa cür desək, birinci dövrdən olan birinin 7-ci dövrdəki inkarnasiyası idi. Yaxşı, üçüncü dəlilə keçək. Həftü Şərifdə Müfəssəl İbn Ömər İmam Sadiqdən soruşur: "Ey ağam, cənnət və cəhənnəmin sonu var, onların müəyyən bir vaxt həddi var. Unutmayaq ki, cənnət və cəhənnəm dövrün sonunda olur." O buyurdu: "Bəli, çünki Allah cənnət və cəhənnəmin hekayəsində buyurub: Onlar Rəbbinin istədiyi istisna olmaqla göylər və yer durduqca orada qalacaqlar." O dedi: "Ey ağam, bəs onda cənnət əhlinin və cəhənnəm əhlinin aqibəti hara olur? Yəni dövrün sonunda cənnət və cəhənnəmdən sonra onlar hara gedirlər?" İmam Sadiq əleyhissalam buyurdu: "Cəhənnəm əhli alçaq və rəzil varlıqlara çevrilirlər." O dedi: "Bəs o alçaq və rəzil varlıqlar nədir?" O buyurdu: "Həşəratlar, milçəklər, qarışqalar və bunlara bənzər şeylər." Deməli, açıq şəkildə belə görünür ki, növbəti dövr başlayıb. Hər şey yenidən təkrarlandıqda, həmin həşəratlar, qarışqalar və milçəklər orada necə olacaq? Onlar haradan gələcək? O dedi: "Onlar bir şeydən başqa şey keçirlər." O buyurdu: "Bəli, onlar bir yaradılışdan başqa bir yaradılışa keçirlər. Çünki böyük əzab məhz budur." O dedi: "Ey ağam, bəs cənnət əhli nəyə çevrilir?" O buyurdu: "Mələklərə."
Yaxşı, deməli buradan belə nəticə çıxır ki, insan məsk halından çıxıb yenidən insan formasına qayıda bilər. Yəni məsxdən sonra yeni bir dövrdə yenidən insana keçid mümkündür. Xoruz məsələsi buna nümunədir. Bu da o deməkdir ki, hər dövr yeni bir imtahandır, yeni bir növbədir. İnsanlara yenidən bir fürsət verilir, hətta kafirlərə belə. Əvvəlki dövrlərdən olan insanlar yeni dövrlərə mələk olaraq qayıda bilərlər. Enə bilərlər və ya insani formada inkarnasiya edə bilərlər. Beləliklə, bu rəvayətlərdən gördük ki, məxluqlar istər pis olsunlar, istər yaxşı, istər heyvan, istər mələk, hamısı bir dövrdən çıxıb başqa bir dövrə axaraq keçirlər. Deməli, bu mümkündür və düzünü desəm, bu çox heyrətamiz bir məna daşıyır. Cənnət və cəhənnəm əhli yeni dövrlərə mələklər, heyvanlar və ya insanlar kimi daxil olurlar. Bu da o deməkdir ki, əslində bu rəcətdə bəlkə də tək bir Musa və ya tək bir Adəm olmayacaq. Ola bilər ki, birinci dövrün Adəmi, Nuhu və Musası da olsun. İkinci dövrün də, üçüncü dövrün də, dördüncü dövrün də və onlarla birlikdə həmin dövrlərdə olan digər insanlar da olsun. Yaxşı, indi isə sizə sadə şəkildə kiçik bir xəritə təqdim edim ki, izah etməyə çalışdığım məfhumlar daha aydın görünsün. Bir dövr olur. Sonra həmin dövr başa çatır. Sonra nə baş verir? Onlar hesaba çəkilirlər. Cənnət var, cəhənnəm var. Cəhənnəm əhli növbəti dövrə ya heyvanlar kimi keçir, ya da növbəti dövrün şeytanlarına çevrilir. Bəs uğur qazananlar və cənnətə daxil olanlar sonra hara gedirlər? Onlar növbəti dövrə mələklər kimi təsir göstərmək üçün daxil olurlar və bu proses davam edir. Yaxud da insan olaraq keçid edirlər. Deməli, dövrlər arası inkarnasiya həm möminlər, həm də kafirlər üçün mümkündür. Bəs bizim dövrümüzdə birinci Adəm ya Nuh ya da başqa dövrlərdə bu rollar oynamış şəxslər ola bilərmi? Biz artıq dedik ki, bəli, ola bilər. Və indi buna birbaşa işarə edən bir dəlil var. Xalid İbn Salim dedi: Biz ağamız Cəfər Sadiq əleyhissalamın yanında oturmuşduq və bir şəxsdən söz düşdü. Orada həmin kişinin kim olduğu deyilmir. Yəni bu kimliyi açıqlanmayan sirli bir adamdır. Sonra o buyurdu: Mən onu tanımıram. Onlar dedilər: Həqiqətən bir adam Xorasanın viran və tərk olunmuş torpaqlarını 7 dəfə abad halda görüb. İndi burada işlədilən ifadəyə diqqətlə baxın. O Xorasanın viran boş qalmış torpaqlarının 7 dəfə yenidən abadlaşdığını görmüşdü. O buyurdu: Bəs sizcə onu xaraba halda neçə dəfə görüb? Orada olanlar İmam Sadiq əleyhissalamdan bu dünya haqqında soruşdular. O buyurdu: Bu 400 dövrdür və hər dövr 400 min ildir. Yadınızdadırsa, keçən təqdimatda demişdik ki, bəzən bu dövrlər 400 min il olaraq, bəzən isə 50 min il olaraq qeyd olunur. İndi bunun səbəbini başa düşəcəksiniz. Hər dövrdə 7 Adəm var. Hər dövrdə bir Adəm, bir Nuh, bir İbrahim, bir Musa, bir İsa və bir Muhammed var. Yaxşı, bəs burada nə görürük? Görürük ki, bunu 50 min illik vahid üzərinə tətbiq etsək, belə bir mənzərə alınır. Əslində 400 min il belə görünür. Bu 7 dövrün birləşməsidir. Birinci dövr Adəmdən başlayaraq sona qədər 50 min il. İkinci dövr 50 min il. Üçüncü dövr 50 min il. Dördüncü dövr 50 min il. Beşinci dövr 50 min il. Altıncı dövr 50 min il. Yeddinci dövr 50 min il. Bunların cəmi 350 min il edir. Sonra bunun üzərinə bir də onların cənnətdə və ya cəhənnəmdə qaldıqları əlavə 50 min il gəlir. Beləcə bu bir həftə edir. Yəni dövrlərdə ibarət bir həft. Yəni Rəbbinin yanında bir gün sizin saydığınızdan 50 min ildir. Bəli, bu Allahın yanında bir həftədir. Yaxşı, deməli Həftü Şərifdə dünya dövrü təxminən 400 min il davam edir. Adi bir dövr isə 50 min il deyilir. Dünya dövrü isə o həftəlik dövrdür. Yəni 400 min ildir və onun daxilində hər biri tam bir nübüvvət silsiləsi ilə əlaqəli olan 7 Adəmi mərhələ vardır. Bunu belə düşünün. Bu dövr bir həftədir. Allah qatında ilahi bir həft. İmam Sadiq əleyhissalama deyiləndə ki, bir adam Xorasanın viran qalmış torpaqlarının 7 dəfə çiçəklənib abadlaşdığını görüb, bunun dərhal ortaya çıxan mənası budur ki,
Həmin adam bir dünyanın daxilində olan 7 Adəmi dövrün hamısında inkarnasiya edib. Başa düşdünüzmü? Lakin İmam Sadiq əleyhissalam bununla kifayətlənmir. İmam Sadiq əleyhissalam dərhal zaman çərçivəsini daha da genişləndirir. Sanki deyir, sənin düşüncən hələ dardır. Dediyim şeyə diqqət et. O buyurur, 400 dünya dövrü var və hər biri 400 min il davam edir. Yəni 400 vur 400 min, bu da 400 həftə edir. Sonra o soruşur, bəs sizcə o oranı xaraba halda neçə dəfə görmüşdür? Yəni İmam Sadiq əleyhissalam əslində belə deyir. O oranı neçə dəfə abad görmüşdü? 7 dəfə. Amma bir yer adətən abad olunduğundan daha çox xaraba olur. Elə isə sizcə onun xaraba halda neçə dəfə görmüşdür? O bunu 400 dünya dövrü boyunca görmüşdü. Hər dünya dövrü 400 min ildir və o onların hər birində mövcud olmuşdur. Sizcə o oranı xaraba halda neçə dəfə görmüşdür? Deməli, bu çox güclü şəkildə göstərir ki, həmin adamın ruhu təkcə bir dünya dövrü boyunca yox, bir çox dövrlər boyunca inkarnasiya etmişdir. Bir anlığın təkrar-təkrar baş verdiyini görmüş, yalnız 7 dəfə abadlaşmaya şahid olmuşdur. Beləliklə, burada qarşımıza çıxan məsələ sadə dillə desək budur. Bir adam var və sanki bu Matrixin içində ilişib qalıb, çıxa bilmir. İçəridə qalıb və çıxa bilmir. Həm də çox uzun müddət orada qalıb. He is stuck and he can't get out and he's stuck for a very long time. Deməli, insanlar əgər imtahandan keçməsələr dövrlərin içində, yəni bu Matrixdə sonsuza dək ilişib qala bilərlər. Məsələ budur. Sən bu yerə daxil olduqdan sonra burada səndən gözlənilən bir nəticə var. Matrixdən çıxmaq üçün tələbləri yerinə yetirib tamamlamalısan. Əks halda çıxa bilməzsən. Burada ilişib qalacaqsan. Dövrlər boyunca nəsəb xəttinin izlənməsi. İmam Baqir əleyhissalam buyurur, möminlərin əmiri Əli ibn Əbu Talib əleyhissalamın yanından bir kişi keçdi. O kişi dedi, ey möminlərin əmiri, insanların özlərini bağladıkları bu nəsəblər nədir? Yəni, belə demək istəyirdi, mən filankəsin oğluyam. O da filankəsin oğludur. O da filankəsin oğludur. İmam onu çağırıb buyurdu, nəsəbini söylə. O dedi, bəli, mən öz nəsəbimi Ada, Səmuda, Qaruna və onların arasında olan bir çox adamı bağlayıram. Yəni, o öz keçmişini, soy xəttini, ailə ağacını əzbər bilirdi. Bundan sonra İmam Əli əleyhissalam ona buyurdu, sən nəsəbi necə saymağı bilmirsən. Mən sənə sənin nəsəbini də deyəcəm, öz nəsəbimi də. Mən Əliyəm, Adəm övladlarının 7 həftəsinin 7-cisiyəm. Bəs hər dövrün zuhuru və təfərrüatları eynidirmi? Biz bilirik ki, baş verən hər dövrdə bir Adəm var, bir Nuh var, bir İbrahim var. Yəni, bu obrazların gəldiyini bilirik. Amma hər şey eyni sözlərə mi təkrarlanır? Hadisələr tam olaraq eynidirmi? Yaxşı, gəlin baxaq, bizim əlimizdə Muhammed Peyğəmbərin sallallahu aleyhi və alihin babası Əbdülmüttəlibin yazdığı bu şeirdə bir ipucu var. O, əsasən İbrahim İbni Əşrəm hekayəsi haqqında bir şeir yazmışdı. Bu şəxs İbrahim İbni Əşrəm əslində Əbrəhədir. Şeirdə deyilir, onlar anlamaq məqsədi ilə öz gedişində tamamlanan və dəyişməyənlərdir. Sonra belə deyir, ey çağıran, dediyin hər şeyi mənə eşitdirdin, mən isə kar deyiləm. O caller, you have made me listen to everything you said and I am not deaf. Allah doğru bir işi dəstəklədi. Onun bu qövm içində bir sünnəsi vardır. Başqa ümmətlərdə olduğu kimi deyil. Çünki bu evin qoruyan bir Rəbbi vardır. Kim ona yaxınlaşsa məhv edilər. Mən Əşrəmə dedim ki, qəlbini təmizləsin. Həqiqətən Əşrəm peşmançılığa düçar olacaq. Sonra buyurur, biz Allahı tanıyırıq və bizdə qohumluq bağlarını qorumaq xüsusiyyəti vardır. Biz əhdləri qoruyub yerinə yetiririk. Və bizim hər dövrdə bir tənasüxümüz vardır. Bir dəfə ərəblər arasında, başqa bir dəfə isə qeyri-ərəblər arasında. Bu dövrlər arasında dəyişən çox mühüm bir təfərrüatdır. Yəni, bu, əsasən o deməkdir ki, bir dövrdə Əhl-i-Beyt ərəb olaraq zühur edə bilər. Başqa bir dövrdə fars olaraq zühur edə bilər. Başqa bir dövrdə alman olaraq, başqa bir dövrdə Amerikalı olaraq və s. və ilaxır. Onlar həm ərəblərə, həm də qeyri-ərəblərə göndərilirlər.
Deməli, hər dövrdə yaxud hər kainatda bəzi təfərrüatlar dəyişir. Təfərrüatlar cüzi şəkildə fərqli ola bilər. Necə ki, biz bunu daha əvvəl Musanın 7 fərqli nitqində görmüşdük. Müasir kosmologiyada fərqli kainatların fərqli fiziki xüsusiyyətlərə malik ola bilməsi ehtimalını qəbul edir. Siz də bilirsiniz ki, multikainat nəzəriyyələri var və bu nəzəriyyələrə görə fərqli kainatların fiziki qanunları və ya sabitləri bir qədər fərqli ola bilər. Bu da iradə azadlığına və ya ədalətə imkan yaradır. Yaxşı, indi isə mühazirənin əvvəlində verdiyimiz əsas suala qayıdaq. Bizim varlığımızın məqsədi nədir? İçində qaldığımız bu matriksin məqsədi nədir? Həftüş Şərif bu suala bir neçə cavab verir. Onlardan biri hidayətdir. Həftüş Şərifin ən sonunda müfəssəl İbn Ömər belə yazır. Aləmlərin Rəbbi olan Allaha and olsun. Ağamız Cəfər Sadiq əleyhissalam bəyan etdiyi üstünlüklərdən olan Verilmiş Həft adlı sir kitabı tamamlandı və kitabın Həftüş Şərif adlandırılmasının səbəbini belə izah edir. Bu kitab Həftüş Şərif adlandırıldı, çünki o yaradılışın başlanğıcının xəbərlərini, onun başlanğıcının necə olduğunu, həmçinin onun sonunu, onu necə təfsil etdiyini və nəfsləri bir haldan başqa bir hala necə keçirdiyini hidayət məqsədi ilə bəyan edir. Deməli, biz bilirik ki, bu matriksin bir məqsədi var və bu məqsəd hidayətdir. Bəs başqa nə? So we know that the matrix has a purpose and that's to guide. What else? Muhammed İbn Əlidən nəql olunur ki, o dedi, əgər dairə fırlanırsa o ümmətdən ümmətə, əsrdən əsrə fırlanır. Nəhayət möminlər saf qızılın saflaşdırıldığı kimi saflaşdırılana qədər. Deməli, kamilləşmə də bu səbəblərdən biridir. Müfəssəl İbn Ömər dedi, mən ağamdan soruşdum, möminin kamilliyinin həddi nədir? O buyurdu, mömin qapıların dərəcəsinə yüksəldiyi zamandır. Mən dedim, onlar dərəcə-dərəcə yüksəlməyə davam edirlər. Nəhayət mələklər kimi olurlar. Yeməyə, içməyə və bu kimi şeylərə olan ehtiyac və meyl onlardan götürülür. Səmaya yüksəlir və yerə enirlər. O buyurdu, bəli, əgər Allah istəsə, mən dedim. Mələk surətində yoxsa insan surətində? O buyurdu, istədikləri hər surətdə. Deməli, kamilləşmə də bu matriksin məqsədlərindən biridir. He said in any form that they will. So completion is also one of the reasons. Bəs kamilləşmə nədir? Müfəssəl dedi. Ey ağam, mənə Allahı tanımağı, onu həqiqi mənada tanımağı və bu tanımada kamilləşməyi izah et. Bu kamilləşmə nədir? İmam Sadiq əleyhissalam buyurdu, o zaman ki, insan Allahı heç bir şək şübhə olmadan saf şəkildə tanıyır, öz Rəbbinin uca və ən uca olduğunu iqrar edir. Onun ilahlığını və vəhdaniyyətini qəbul edir. Həmçinin onun zəngin və kərəm sahibi olduğunu etiraf edir. Yəni, insan bütün şübhələrdən tam azad olanda, deməli, matriksin məqsədi möminləri kafirlərdən ayırmaq. Sonra da onları elə saflaşdırmaqdır ki, onlar imanda kamilləşsinlər və bütün şübhələrdən azad olsunlar. Bəs onda niyə saflaşdırılmış olanlar cənnətdən sonra yenidən matriksə qayıdırlar? Vəzifə. Həftüş Şərifdə belə deyilir. Çünki sənin Rəbbini tanımağın son mənzildir. Sən Allahın seçilmişlərindən olan qardaşların qarşısında vəzifəni yerinə yetirməlisən. Nicat da bunun içindədir. Qardaşlarından hər biri ilə yalnız təvazö ilə görüş. Hətta o, şərəfdə, malda və övladda səndən aşağı olsa belə. Əgər belə etsən, Allah dünya və axirət işlərinin ağırlıqlarını səndən qaldırar. Və ey qardaş, Allah hər bir qazancında sənin arxanda olar. Sonra buyurdu, bu, bizim şiyələrimiz və öz dostunun dərəcəsinə qaldırılmış hər bir mömin barəsindədir. Hələ o dərəcəyə qaldırılmamış olan dostunun üzərinə düşən budur ki, ona təslim olsun. O, ona itaət etməlidir, ta ki, mələk kimi bir əməl səviyyəsinə yüksəlsin və imanla mərifətdə onun kimi olsun. Məhz o zaman artıq onun heç kimə itaət etməsi lazım olmaz. Əksinə, dərəcə baxımından ondan aşağı olan bütün qardaşlarına vacib olar ki, o, qapı dərəcəsinə çatana qədər ona itaət etsinlər. Mən dedim, ey ağam, qapı dərəcəsi nədir? O buyurdu. Qapı dərəcəsi budur ki, insan imamı istədiyi hər yerdə görə bilsin. Ondan heç nə gizlin qalmasın. Nə uca bir dağ, nə də ərt və möhkəm bir dağ. Nə dərin bir dəniz, nə də əhatə edən bir divar. O nə vaxt istəsə, iradə etsə onu görə bilsin.
Əslində bu Matrix insanı mələyə çevirən bir maşın, yaxud ruhlar üçün bir məktəb kimidir. Bu ruhlar orada yetişir və sonda mələk olaraq məzun olurlar. Və onlar məzun olduqdan sonra qalan digər ruhlara qarşı öz vəzifələrini yerinə yetirməlidirlər. Yəni başqalarını da qaldıraraq, onların da məzun olmasına yardım edərək karmalarını, borclarını geri ödəməlidirlər. Yaxşı? Okay. Deməli, bu Matrix bir saflaşdırıcıdır. O, iblis kimi olanların Allahdan və mələklərdən uzaqda qalmasını təmin edir. Görürsünüz, əvvəllər belə bir Matrix yox idi. Sonra iblis asi oldu. Bundan sonra isə Matrix işə düşdü. Bir maneəyə çevrildi, bir imtahana çevrildi, bir saflaşdırıcıya çevrildi. O, su təmizləyicisi və ya ələk kimi işləyir. Həftü Şərif dövrü bir sistemi, yaxud Matrixi təsvir edir. Həyatın məqsədi belə qurulub. Ruhlar təkrar inkarnasiyalar vasitəsilə saflaşdırılırlar. Ta ki Allahı tam tanıma mərhələsinə çatsınlar. Mələk olaraq yüksəlsinlər və başqalarının da eyni məqama çatmasına kömək etsinlər. Qaim son aşkara çıxarmağı və bu Adəmi yaradılışın sonlanmasını bildirir. Bundan sonra isə tamamilə yeni bir yaradılış başlayır. Deməli, bu dövrlərə daxil oluruq, saflaşdırılırıq, mələklərə çevrilirik. Sonra dövr başa çatana qədər geri dönüb başqalarına kömək edirik. Daha sonra möminlərlə kafirlər tam şəkildə ayrılırlar. Zülmət, itayətsizlik, zalım tağutlar və şeytanlar mələklərdən ayrılır. Bəs mələk olanlar indi hara gedirlər? Onlar artıq Allahın huzurunda olmağa layiq hala gəlirlər və Allah özünü onlara aşkar edir. Sən yenidən Allahla birlikdə ola bilmək üçün səni saflaşdıran bu məktəbdən keçib məzun olmalısan. To be in the presence of God and God reveals himself to them. You have to graduate through this school that purifies you so that you can be with. Və Matrix həm tələ, həm də ələk kimi işləyir. O, iblisin yaratdığı, lakin Allah tərəfindən onun öz əleyhinə çevrilən bir yerdir. Onun bütün şeytanlarını orada əbədi olaraq tələyə salır ki, biz artıq onunla məşğul olmaq məcburiyyətində qalmayaq. Assalamu alaikum.